Hörmətli, dəyərli izləyicilər, hər birinizi salamlayıram. Gördüyünüz bu yol yanğın söndürmə məntəqəsinə yaxın, Xarı Bülbül restoranına yaxın bir məsafədə olan bir yerdir. Belə bir yerdə yaşayış evi, torpaq sahəsi satışa çıxarılıbdır. Onun təqdimatını sizə edirəm. Daxil olduq həyətə. Gördüyünüz bura həyətidir. Həyətdə belə bir mərtəbəli yaşayış evi və hasardan keçirik. O tərəfdə deməli əmlakın sahibinə aiddir. Gördüyünüz bu yer əmlak sahibinə aiddir. Cəmi burada 6 sotuq torpaq sahəsi var. Belə dağ mənzərəli, gözəl bir yerdə yerləşən əmlakdır. Dəyərli izləyicilər, mən evin daxili görünüşünü sizə təqdim etmək istəyirəm. Gördüyünüz evin yan tərəfində belə bu hamamıdır. Evin içərisində hamam yoxdur. Yəni 3 otaq evdir. Evin girişidir, pilləkənlər. Bir otaq bağlıdır. Digər 2 otağı sizə təqdim edirəm. Daxil oluruq otaqlara. Gördüyünüz bu bir otaq. Və bu otağın arxa tərəfində də digər belə bir otaq var. Üçüncü belə bir otaq. Arxa otaqdır. Pəncərəsi küçəyə baxır. Və əvvəldə qeyd elədiyim kimi bu 4-cü otaq belə qapısı bağlıdır. Oranı təqdim edə bilmirəm. Və belə bir mərtəbəli ev 6 sotu torpaqla satışa çıxarılıb. Satış qiyməti videonun altında göstəriləcəkdir. Dəyərli izləyicilər, belə bir yerdə yaşayış evi, həyətyanı torpaq sahəsi istəyən hər kəs bizimlə əlaqə saxlayıb geniş məlumat əldə edə bilər. Gözəl bir yerdə yerləşən bir yerdir. Dağ mənzərəli, gözəl bir yerdir. Dinləyinizə görə sağ olun, sağlıqla qalın. Videoları bəyənib kanalımıza abunə olmağı unutmayın.